Uşağında yaddaşsızlıq hiss eləyirsənsə, sənə pis xəbərim var. Çünki bu beynin faydalı iş əmsalının azalmasıdır. Xüsusən də uşaqlarda düzgün qidalanmamaqdan qaynaqlanan bu problem yaddaşsızlıq, diqqətsizlik, nitq qabiliyyətinin geriləməsi kimi əlamətlərlə özün biruzə verir. Bəs bu əlamətlərə necə son qoyub uşaqlarımızın beyninin düzgün inkişaf elətdirmək olar? Ekrandakı ürəyi qızart, videonu qayd elə və mənə axıra qədər qulaq as. Yaxınlaşırsan aptekə İzifşoil balıq yağı alırsan. Niyə izifşoil balıq yağı? Çünki bu balıq yağı meyvə aromalı jelatinlərdir və uşaqlar dadını sevə-sevə qəbul edirlər. Qəbul etdikləri zaman isə bu balıq yağı tərkibindəki D vitamini və balıq yağının köməyi ilə uşaqların beyninin düzgün inkişaf elətdirir, yaddaşın, diqqətin, nitq qabiliyyətini artırır, uşaqların sümüklərini gücləndirərək immunitetin möhkəmləndirir və ürək damar xəstəliklərinin yaranmasının qarşısını alır. Ölkənin bütün apteklərində əl satandır. Olmasa da əczacılarımızdan xahiş edin, İzifşoil balıq yağını həm aptekə zakas verib gətirsinlər, həm də sizə. Bu cür faydalı videoların davamı üçün profilin üzərindəki üstəgələ işarəsinə toxunun ki, sağlamlığınızın qeydinə qalan əczacınız Baloğlanla hər zaman, hər mövzuda sağlam qalasınız.